Mən həmişə hər şeyi olduğu kimi danışmağa çalışıram və qərəzsiz olmağa çalışıram. Bu videomla qaçqın və məcburi köçkün bacı qardaşlarım inciməsinlər. Artıq 3-cü müraciət olunur ki, vətəndaşlar tərəfindən mənə, qardaş, 30 ildir bizim evimizə qaçqın gəlib yerləşib, amma indi çıxmır. Təsəvvür edin, məhkəmə qaydası ilə hər cürə adam udub, ev kupçalı adamın adınadır, vətəndaşın adınadır və qaçqın ailəsi o evdən artıq çıxmaq istəmir. Allah şəhidlərimin ruhunu şad eləsin, Ali Baş komandanımızı qorusun, qazi, veteran qardaşlarımızı qorusun, ordumuzu qorusun. Qarabağ işğaldan azad ediblər, artıq köçürmə prosesi bilirsiniz ki, davam eləyir. Və mən yenə deyirəm, qaçqınlar da, köçkünlər də bizim ürəyimizdir, canımızdır, ciyərimizdir. Biz hamımız eyni insanlarıq. Fərqi nədir? Bura onların da evidir və evlərimiz də yaxşı mənada onlara qurbandır. İllərcə hər kəs evində qaçqın ailəsi saxlayıb, müğayyət olub. Amma bəzi qaçqın ailələri ümumi qaçqınların adına sanki ləkə gətirməyə çalışır. Qardaş, 30 il yaşamışsınız. Artıq yenə deyirəm, bu evin yiyəsi var. Evdən çıxmaq lazımdır. Dünən mənə Mingəçevirdən bir qardaş müraciət edib. Adamın Bakıda evi 30 ildir qaçqın ailəsi yaşayır və indi məhkəmə ilə də udub, hər şeyi udub, amma icraçı qaçqın ailəsini belə deyək, evdən çıxarda bilmir. Belə hallar bizi üzür. Mən bu məsələni işlandırmaq qərarına gəldim ki, hər kəsin haqqı özünə qaytarılmalıdır. O ev sənin deyil, həmən qaçqın ailəsinə deyirəm. Gəlmisən, əcəb eləmisən, yerləşmisən, əcəb eləmisən, 30 il yaşamısan, əcəb eləmisən. Artıq çıxmaq vaxtıdır da. Bu cəmaatın evi daxı. Bunu alan oğlan da min bir zülümlə alıb, bunu alan qız min bir əziyyətlə alıb. Bunları nəzərə almaq lazımdır. Və yenə deyirəm, birdən məndən qaçqın bacı qardaşlarım inciyərlər. Yəni bu 99.9%-nə aid deyil ha. İçlərində bəziləri var, sırf bu video onlar üçündür.